Hörmətli Şafa xanım, diyetologumuz, qrupumuzda olanların hamısını salamlayıram. Mən hal-hazırda Beqavoyda gəzirəm. Bugün hələm ki, inanırsınız, bir dənə pomidor, bir də kələmin üstündəyəm. Amma son bir həftəyə 4 kilo atmışam. Bax, oradan heç ki, mənə sual verməsin ki, niyə kabluqla gəzirəm. Ola bilsin ki, mən sonradan görənəm, amma özümü zadəgan kimi hiss edirəm. Axşama zadəgan bir ailənin toyuna hazırlaşıram. Ola bilsin ki, toyda 2 kilo çəkim artsın. Amma bu yeməkdən yox, yeməməkdən ola bilər ki, stolun üstündə qəşəng kabablar, zadlar olsun. Onları görüm, şişim. Şişməyimə görə ola bilər ki, səhər çəkim 2 kilo artıq göstərsin. Mənə dözdüyünüzə görə hamınıza səbir arzulayıram. Artıq çəkiləri atın geçsin, amma çox da yüngüllük eləməyəyin. Oldu. Ay Şafa xanım, bir də ki, o ki, mənə yeməklər göndərib sizə. Mən onları yeməkdən əvvəl yeyəm, yoxsa sonra? Yemək elə olardı. Oldu da. Yaxşı, oldu. Başa düşdüm, ölməsəm yaxşıdır. Foro ver. Sağ olun. Xəbərlər başladı az. Deyən görüm, toyda gedəcəm, hamı məndən nəsə soruşacaq, nə danışacaq onlara? Geyim xəbərlərə baxım. Deyən görüm, telefon. Mərətə qal, ağzı açıldı, ala bax. Nada kuda-nibud paytı. Tabi один день. Bugün gələcək qonşularımıza qonaq gedirik. Yox, əlbəttə, bu maşınla getməyəcəyik. Çünki bu maşının öz sahibi var və biz bunu ona təzə təhvil verəcəyik. Bu mənim bu evə ilk gəlişimdir. Amma son deyil. Çünki qalib qonşumuza da qonaq gələcəyik. İndi isə gəl, eləməz sənin ola biləcək. Bu evlə yaxından tanış olaq. Bu ev tam təmirli, Bakıda yerləşən gözəl bir tikilidədir. Evin içərisi hətta qapılara qədər hazırdır. Sənə təkcə qazanıb bu evdə yaşamaq qalır. Bakıda 2 otaqlı, tam təmirli bu mənzil məhz 20 manata sənin ola bilər. Bunun üçün ən yaxın oba marketinə gedirsən, 20 manata evə nə lazımdır alırsan və kassada təqdim olunan QR kodu oxudub qeydiyyatdan keçirsən və salam, şut tamam. Onu da deyib ki, qonşun qazansın lotereyasının bitməsinə çox az qalıb. 30 aprel son iştirak günüdür. Tələsin. Gəlmişkən ən yaxın obaya da gəldim. Evə bazarlıq da elədim. Bəlkə elə mən də qazandım. Ay, rədd ol həyətə də. Bu səsi kəsilmir. Xəbərlərə baxmıram. Çıx. Bir səni təpəndən çalınasan. Ki, bu qoca arvad kimi məhkəməyə verir, mənə ki, anam mənə tapçıq atır. Evdə üstümə zorakılıq eləyirlər. Valla, dədəsi sifətdirlər, nə desən olar. Sən də de, görək nə deyirsən, de. Hər vaxtınız xeyir, xəbərlər efirdədir. Salam əleyküm, de. Taylandda bir restoran arıq insanlar üçün endirim təşkil edir. Taylandda yerləşən Breakfast World restoranı qeyri-adi bir aksiya başladı. Ziyarətçilər dəmir barmaqlılardan keçə bilsələr, endirim qazana bilərlər. Bax, bu başqa məsələ. Bu xaricilər nədirsə, bunların başı başqa cür işləyir də. Bizdə mını eləsələr, hamı başlayacaq ki, bu nə düşüklük deyirsiniz. Heç kim özünə sığışdırmayacaq ki, o dəmir barmaqlıqların arasından keçsin. Niyə? Çünki hamının qüruru var. Quru bəydirlər. Qüruru. Valla, yaxşı fikirləşiblər. Adam arıqlamaq istəyir. Beqavoyda gəzən qızdır, oturub burada. Valla, uca başlamışam.
Qardaş, nə pis şey deyirlər ki, ay qardaş, hə? Deyirlər ki, arıqla, keç 20% endirim qazanda. Pis deyirlər, sən Allah, pisdir. Bizə görə deyirlər də. Bizim sağlamlığımız üçün deyirlər də. Amma bircə şey pisdir ki, bu restoranda yox, alış-veriş bu yerləri olur, mərkəzlər. Orada olsa yaxşı olar da. Valla. Restoran elədir ki, endirim də var, temboli də. Oturub yeyib içəsən, yenə kökələsən də hara fırlasan. Amma alış-veriş mərkəzlərində eləsələr, mən məhəbbət çöp olaram, çöp. Bütün dəmirlərin arasından keçərəm. Ürəyim nə istəsə alaram. Onsuz da deyir, Allah verib, şafa diyetoloqun diyetinə qoşulmuşam. Bir neçə aya iynə gözündən keçəcəm. Görəsiz, hələ baxın, gör məhəbbət nətər olacaq. Nə yaman şeysin az məhəbbət, canın yanmasın. Ürəyəsən səni. Nə? Rayona göndərsin, başa düşmədim. Bu nə vaxt geydik ki, Maxrovdur, Marifə Moskvadan gətirmişdi. Qış qutardı bala, gələcək də, geyəcək də. 2 dəfə geyməyibsən. Hara rayona göndərirsən, tökülmüşdü. Buna bax, başına çırparam ha. Sən Allah, geydin, qudurdun bala, cins kurtkadır, dünyanın qiymətini vermişik. Çox elə qədir biləndirlər. Göndərmişəm, löylön paltarlar. Gedəndə qabağıma bir stəkan çay da qoymurlar, mərfətsizlər. Elə hasardan belə eləyir. Gəlmişsən, candan zar gəlmişəm. Yox, heç kimə də vermirim. Ay bu şey deyil, letni, asenli kurtkadan nazik bala geyində qudurmusan. Yerdən pul yığmırıq ki, gül kimidir. Heç yanında olmuyor. Biraz boynu çirklənib, bunu atarıq, maşına yuyurlar. Az, mənim koftamı ye, mənim koftama bax. Bircə dəfə mən bunu Mərfənin gəlininin üzə çıxdısında geyibmişəm. Buna bax, üstündə də qəşəng biserləri zadı. Hamı koftama baxdı, hamı. Sədərəkdən götürmüşdüm, bunu elə altdan çıxartdı verdi. Göndərib zad eləmirəm, heç birində vermirəm. Hələ göndərdiklərimi geysinlər. Yığışdır, onlar nə yığıb gətirib sən üstümə? Ay, jaketdir. Sən can, belə jaket var indi. Buna bax, istəyirsən başdan giy, istəyirsən altdan giy. Hər yanından bir fasonu var. İstəyirsən belə elə giyin. Yox, heç nə bala. Töküb gətirib, sən Allah, buna be. Bunu bilsən mən hardan almışdım? Bilsən də hardan almışdım? Hə, qabiliyyətsizə baxı, götürüb özdə ən göyçək koftamdır, ha, ən göyçək. Heç birində göndərmirəm, heç birin. Buna baxayım. Bala, yayda geyirəm də, həyətdə, bacada. Sən Allah'ın güllərinə bax, şapan. Qəşək göyçəkdir. Nətərdə göz açıqsa geyib, yığıb gətirib. O kurtkanı hara atırsan üstümə, boy. Gedən kurtkasıdır bu. 3 sezondur geyib də, bala. 3 sezondur geyib də. Bu, qüdrətindir bu. Bu, tırtırın sürəndə geyir. Moskvada da geymişdi bunu. Rok Nemryot Metal Necarcavet. Bu. Rok Nemryot Metal Necarcavet. Kojunlu da özdə, tökülmüşdü. Göndərəcəm, hələ bir sağ ol deyirlər. Gəl bunlara apar, qudurmuşluğa bax, cəmaət dünyanın pulunu verir bunlara. Sən buna bax, Yayda axtarasın, o biraz hava çiskilməyəcək, asenli də geymək olar, vetrovkadır. Güclü yağışlar yenə Bakı və bölgələrin küçələrini bərbad vəziyyətə qoydu. Küçələri su bastı, ticarət obyektləri su altında qaldı. Körpünün altı su ilə doldu və s. Yenə də yağışa məğlub olduq. Görəsən Bakı növbəti belə yağışa hazırdırmı? Boy. Hər şeylə bacarırıq, balam. Bu yağışla bacarmırıq da biz. Bu yağış nədə axır? Yudu yenə sel apardı hər yanı. Bu kanalizasiya mı işləmir? Yoxsa nədir? Bu yağış bir deşik tapıb oradan axamı bilmir. Yenə körpünün altı su ilə doldu.
Maşınlar lotka kimi, elə bir Venesiyadır. Bax belə. Elə bir heç istəsən elə quranmazsan. O qədər suyu tapıb, töküb, gətirib qayırsan ki, burada Venesiya düzəldir, Allah bir çimdik su tapılmaz. Elə qəşəng oldu. Maşınlar, lotka kimi üzdü süzdü. Vallahi da. Yenə hələ bu cəmaatın restoranı su ilə doldu. Baxanda ürəyim ağrıdı. İndi yenə deyəcəklər ki, məhəbbət yıxdı, suladı. Yenə deyəcəklər ki, xaricdə tsunami olur, o qədər adam ölür, bizə də şükür olsun. Nə olub ki bizə? Bu tsunami sözü də su ilə başlayır ha. Tsunami. Su onsuz da всегда tsunami. Da. Yerişə bax, oturuşa bax, baxışa bax, niyə də olmasın? Obadan gələn adamam. 20 manata dünyanın malın, devlətin alıb bura sıxışdıran adamam. Niyə? Çünki oba qənaətin məkanıdır. Məhsullar keyfiyyətdir, qiymətlər qənaətdir, işçilər hörmətdir. Ayın axırında da olursa maşınlı evli. İnşallah ki, aprelin 30-unda bir 5 dənə şansım var. Qəşəng mən onların hamısını latadromdan atacaqlar, fırladacaqlar. Udaram da, maşın udaram, ev udaram, udaram. Udmaram da, onsuz da udmuşam da. Yeməyəm, içməyəm, belə yoba, belə də bəs edir. Başımdan girir, ayağımdan çıxır. 3-dən yaxşı, 5-dən ötə dolanışığım da qaydasında. Hamı məni parmaqla göstər. Deyirəm, aya nə kök sötürsünüz üstümə? Siz də gedin də. Obadır da, oba hamımızın qonşusudur. Öz də deyir ki, qonşum qazansın. Sağ olsun, hörmətli olsun. Türkiyədə əməliyyat otağında baş verənlər sosial mediada tənqid olunub. Son günlərin məşhur mahnısı nömrə 10 bu dəfə əməliyyat otağında səsləndirilib. Belə ki, bir qrup həkim əməliyyat zamanı rəqs edərək mahnı oxuyub. Onlar bu görüntüləri sosial şəbəkələrdə paylaşıblar. İçeri girerken dikkat et. Bak kapıda yazıyor 10 numara. 10 numara. Sözüm yoxdur. Vallahi təmiz iştahım, boğazım tıxandı. Matım qurudu da. Ay bunu eləyirsiniz. Bən niyə paylaşırsınız? İndi bundan sonra cəmaət sizə nətər etibar eləsin? İlişik olar. Ayıb olsun, çox ayıb olsun. Xəstənin adamları koridorda həyəcandan gözləyirlər ki, görən əməliyyat nətər keçəcək, ürək göbəklərini yeyirlər, bunlar da burada geyib orada göbək atırlar. Ay, heç utanırsınız. Sonra da deyirlər ki, xəstə yaxşı idi. Elə oynaya girdi, əməliyyata sonra çıxmadı. Çıxmaz da. Həkimlər orada oynayanda, xəstə də burada oynaya girib. Nəysə, dilim də tutmur edeyimi. Vallah da Türkiyədə həkimlər Hippokrata and içmirlər bəyəm. O nömrə vaxtıdır. Ay, əməliyyatı eləyin, sonra gedib bir-birinizə nə qədər nömrə istəyirsiniz, göstərərsiniz də. Yəqin o xəstənin yiyəsi yox imiş. Ona görə də arxain imişlər. Bizdə onu eləsələr var ha. Xəstənin adamları, həkimlər o qədər döyər ki, birini kəllə beyin travmasından travmatologiyaya, birini daxili qanaxma şöbəsinə, birini yuxarı ətrafın yanığı şöbəsinə, birini də kəsilmiş və deşilmiş yaralar şöbəsinə apararlar. Vallahi yemirəm. Yadıma düşdü ki, şafa da qoymur. Hara yeyirsən şokolatı? Neyiniyim? Elə belə oturum, acından ölüm. De. Amerikalı ifaçı və 9 Grammy mükafatına sahib olan Billie Eilish it olmaq istəyir.
Bu barədə o bir müsahibəsində bildirib. 23 yaşlı müğənniyə bir neçə həftəlik hansı heyvana çevrilmək istədiyi sualı verildikdə o cavab verib. Mən yaxşı bir it olardım əslində. Sadəcə güclü, xoşbəxt, rahat və sevilən bir it. Sənətçinin digər variantı isə at olmaq olub. Məmnuniyyətlə bir çöldə çapardım, deyə o bildirib. Sən o boyda müğənnisən. 9 dənə Grammy alan adamsan. Grammy, özdə 9 dənə. Sən niyə it olmaq istəyəsən də, hə? Yəqin işləyib qazanmaqdan yorulub da, yazıq istəyir ki, kimsə bunu saxlasın, gəzdirsin, çimizdirsin, yedirsin, yatızdırsın. Yəni, bunu adam olaraq eləmək olmaz da. Nə bilim var? Bu xaricilərdə ita olan sevgi hardandı bilmirəm də. Biz də it sevirik. Amma onlar qədər yox da. Hələ sonra da deyib ki, at da olmaq istəyirəm. Çöldə çapım. Kimsə ona desin ki, at olsam, sən çapırsan, səni çapırlar. Ay, bizim müğənnilərə belə sual vermək olar, sən Allah. Bizimkilər deyər ki, it olsun məni istəməyənlər, it olsun məni toydan vuranlar, it olsun vaxtında məni saymayıb, indi dalımca sülənənlər. O, bizdə kim deyər ki, mən it olmaq istəyirəm? Şəxsən mən demərəm. Heyvan sevgisi olar, amma da belə də yox da. Heç kimə demək olmaz. Bizimkilərə necə sualı verərsən ki, hansı heyvan olmaq istəyirsən? Sözün, basıb gözünü çıxardarlar. Adamı elə it yerinə qoyarlar ki, o xaricdə deyir, onların kompleksləri adı yoxdur. Bəlkə də elə kompleks olsa yaxşıdır, gic-gic suallar verməzlər. Bugün hansı heyvan olmaq istəyirsən sualını verən, sabah ailənin içinə girib başqa sual da verər. Vallahi verər. Buna bax, oturmuşdum, qəşəng vaxtında lüm, yağlı yatlı yeməklər yerdim. Buna bax, şafa qonmur da, ancaq deyir tərəvəz, xiyardan yatdan. Britaniyanın sabiq baş naziri Boris Johnsona səfəri zamanı Safari Parkda dəvəquşu hücum edib. Hadisənin görüntülərini həyat yoldaşı Kelly Johnson sosial şəbəkələrdə paylaşıb. Sən dəvəquşun hərəkətinə bax. Dəvəquşuna demək lazımdır ki, duxum çatardı, baş nazir olanda dimdi yatardın da. Niyə eləmirdin? Dimdiyini qırardılar sənin. Vəzifədən gedəndən sonra nə var ki, kimisə sən dili çıxır buzutda. İndi hamı dimdi yata bilər. Sonra Boris Johnson'da da az yox deyə. Ay, sənin dəvəquşu yedizdirən vaxtındır. Baş nazir olanda milləti yedizdirdin, qurtardın ki, indi də keçirsən dəvəquşuna. Yaxşı. Xalq da desin ki, bu çox ürəyi yumşaqdır, quşa-muşa yem verir. Yaxşı. Mən belə nömrələri yemirəm. Məşhur müğənni Katy Perry bir neçə qadınla 10 dəqiqə ərzində kosmosa uçub qayıdıb, qaydanda isə yeri öpüb. Katy! 10 dəqiqəyə sən kosmosdan nə anladın sən Allah? Hələ yığıb başının dəstəsində nədir kosmosa uçuram. Ay, məhəbbət qadınları yığıb Vietnama gedir. Bu da kosmosa uçur. Fərq budur, bax. Xaric budur. Pul budur. Gör, indi 10 dəqiqəyə o kosmosda nə görüb ki, düşəndə də yeri öpüb. Gör, indi yarım saat qalsaydı, düşəndə torpağı yeyərdi ki, bir saatda qalsaydı, düşəndə torpağı sanı yaşasın olardı. Vallahi. Amma mən Vietnamda gördüklərimi o çətin görəyi kosmosda. ABŞ prezidenti Donald Trump'ın inaugurasiyasına ən çox pul xərcləyən şirkətin adı açıqlandı. Pilgrims Pride quşçuluq şirkəti prezidentin and içmə mərasiminin başlıca sponsoru olub. Sözgedən şirkət dövlət başçısının and içmə mərasiminə $5 milyon sərmayə qoyub.
Görsən sən Allah, quşçuluq şirkətində ağlaba. Nə olsun ki, quşçuluqla məşğuldular. Əsas odur baş işləyir də. O verdiyi 5 milyonu bir aya quşdan çıxardacaq. Quş kimi pul gətirən şey var sən Allah. Qüdrətim vay qazı, qüdrətim vay qazı. Ay Allah, darıxdım be qüdrətdən yana. Sən can. Nə nömrədir? Alo, Qüdrət, bu nə nömrədir belə? Ruset nömrəsi, Ruset. Canım sağ qurban, evimin dirəyə, elin qüdrəti, uşaqlarımın atasın. Nə vaxt gəlirsən, ömrüm? Az yoldayım sana, yoldayım. Sən bana çatırsan. Aklımı kaybetmem, bir mağazadan girem ben. Yar, Masum gəl. duracağım. Ya, can, qələt elədim, qələt elədim. Sabah tutarım. Aklımı kaybetmem. Yar. Bu qüdrət də tır sürəndən üzünü güzünü düzəməli görəmirəmi? Rusiya sənin, Türkiyə mənim, Almanya sənin, İsveç mənim. Vallahi gəzir də kişinin oğlu. Aylarla maşın sürür, damla bu işikdir də, neynəsin? Çörək qazanır. Gəlsin görüm hələ bu Avropada, Rusiyada nə var, nə yox. Yaxşı olsa qoşulacam, mən də gedəcəm. Qüdrət yoxlayanda mən sürəcəm tırı. Vallahi, tır sürənlər məndən artıqdır bəyəm. Valentina Tereshkova letaющий tarelka sürə bilir, kosmosa uça bilir, məhəbbət tır sürə bilmir. Qüdrətlə bu qədər ömür sürən tır da sürər. Vallahi, dur get məhəbbət, dur get işinlə, gücünlə məşğul ol. Bundan da xəbər bu qədər. Belə.